Selam dostlar. Bugün sizlerle birlikte bazar günü, yani haftanın son günü vlog çəkirik. Vlogumuzun adı İstürəylər Soyuq əllər. Yox, tərsinə. Soyuq ürəklər. Soyuq əllər, isti ürəklər. Dostlar, səhər tezdən durmuşuq, hələ zavtraq etməmiş, yəni səhər yeməyini yeməmiş. Yerimizi yıkmışıq, paltarımızı geçmişik. Səhər saat 9'dur, vloga başlamışıq. Səhər tez. Vallahi başa düşdüm. Tövbəcər. 9 səhər deyil. Mən durmuşam, bu durmadı. Neyse dostlar, indi gedirik səhər yeməyi yeməyə, sonra isə hazırlaşıb gedəcəyik. Yəni təxmini 1 saat yarım sonra getmiş olacağıq. 1 saat yarım, 2 saata artıq evdən çıxıb gedəcəyik. Onda biz bəzi yerlərdə yenə video açacağıq. Narahat olmayın. Görüşərik. Dostlar, indi gəlmişik yemək yeməyə. Yəni hələ pişirirdik və pişirəndə belə bir şey oldu. Dostlar, 2 yumurta qırdım, 3-cü qıranda dəydi qapının qırağına, lap insan sifətinə oxşuyur. Dedim qoy siz də görərsiniz. Mənim dostlarım buna əksik qalmaz. Bəli. Neyse dostlar, biz yemək yerində söhbət edəcəyik. O hissələrdən də qoyacağım. Narahat olmayın, sizi İndi mən sizi bir daha salamlayıram. İndi siz məndənsiz. Çünki Səid yeməyi hazırlayın. Mən də yemək kimi hazırlaşım. Əslində bilmirəm. Bir dəqiqə göstərim. Koftadan elə sallandı çox. Bir dəqiqə. Koftadan biraz narazıyam. Ama şalvarımı bəyəndim. Şalvar qalacaq. Lakin kofta baxıram. Əslində bir də ayda çox sağlayıram. Kofta olaraq ama biraz geldi. Tez on geyin. Baxaq. Dostlar, yerimdən qabaq göstərmək istədim. Düzənmə verəcəm ütürləsin. Çünki nə vaxtdır qış açılandan, yəni qış sezonu başlayandan geyinmirəm. Ona görə də belə qırışdı. İndi hələ geyinmirik və yeməmizi göstərəcəyik. Kombinim belə olacaq. Bu şalvarı göstərdim. Şalvar və bu. İndi nəsə əlavə aksesuar olarsa da göstərəcəm. İndi gedirik yemək yeməyə. Baxaq görək Səid bizə nə hazırlayıb. Tam olaraq qərarım odur ki, bu koftada qalalım. Bu kombinə qalalım. Səbəbini isə mən sizə yolda danışacağım. Dostlar, indi isə artıq evdən çıxmışıq. Gedirik qatara doğru. Yəni Səma məndən biraz ilərdədir. Dostlar, qatara mindikdə də video açacağım. Yəni narahat olmayın. İndi sadəcə qatara doğru gedirik. Dostlar, indi isə artıq düşmüşük qatardan, gedirik. Orada da video açacağıq. Dostlar, biz artıq gəlmişik soyuq əllər üstü ürəklərə, hə Səma? Dostlar, artıq içəriyə daxil olmuşuq. Biz burada bir iki şey atışdıracağıq. Onların hamısını shorts videosunda görəcəksiniz, narahat olmayın. Dostlar, necəsiz, nə var, nə yox? Biz biraz gec gəlmişik, amma Səma ilə birlikdə adı neydi? Soyuq əllər üstü ürəklərdə və Səma İzmir bombası denir. Səmanın tepkilərini çəkirəm mən də. Əlindəkini versən, öndə deyil. Öndekini ha, onu yersin. Dostlar, indi mən də sənin də tepki. Bir tane sohbet olabilir. Şeylə. Burada var. Vay böyle. Basılı var da ben. Sabitli. Aha var. Səid bankadır. Mümkün tərəfdə. Ne oldu be? Evet, tabii. Tatlıdır. Hayır. Dışarıda orta seviyorum. Yoksa bu erkeklerin Deyən, Səyid. bu benim var. Yox, əzmə, çox. Ağzının qırağı zadla şeydir. Gedə bilərik. Şeydi dostlar. O zaman indi ikinci. Dostlar, bunu ikimiz de beğendik ve tavsiye edirik. Hatta üçümüz de beğendik. İkimiz geldi böyle kardeşler.
Səməndər də bizim böyük qardaşımızdır, Səmənlə mənim. Bir şey sizə soslu olarak yok. Dostlar, ya da ki, bunu elə videonun davamına qatacağım, çünki belə hər dəqiqə video açıb bağlamaq istəmirəm. Gələcək, sabah da zaten gəlir. Dostlar, hava günəşlidir, yəni videonu çəkib-çəkilmədən arada yoxlamaq lazımdır, o görə belə edirəm. Bu sonra doydum öyle. Baktım diyorlar ki acıysan doğrudan da acıdım değil mi? Diqqətli olsam, baksaq, əlsən, telefon üzdüyü yoxdur. Doğrudan da acımıştım ama indi can bir şey geldi doydum. Bilmiyorum ne yiyeceğim. Anam gene de ne? Ne yiyeceğimiz yadımızdan çıkıp. Öyle o çarpım bu kadar kalmışam. Ne yediyse et başka. Sen başka ne yedin? Sen başka ne yedin? Doltus akıllardanım ben bile. Düz emirəm dostlar. Kompüreydi, içine şey doldurmuşlar. Yo. Lazım değil. Ha. Doltos. O tarafta. Doltos. Dostlar, video yarım çəkir. Buralar sahip çıxır. Bir dəqiqə, mən istəyəcəm. Telefonum var. Mahnı gedir arkada. İnşallah. Dostlar, adı neydi? Şimdi şeyin adına son bir havada baktım, İzmir bombası ve beğendim, tövsiye ederim. Bilmem biraz geç gelmiş ama yeniden. Son gün gelseydi de çok yaxşıydı. Heç belə sıra Yani yok. insanlar azlığı ve rahattır. Doltos'ta belə sıra yoktu. Bu sefer Doltos'ta yoklayacağıq. Hem de səhər gelmişik biraz. Saat 12 belə falan. O yüzden. Nasıl planlamıştık öyle. Neyse dostlar, ben birazdan video atacağım. Her gün Yolkan yanına gəlib satdı. Bilmirəm ki, çəkdirər, elini çəkdirmədi. Bunu tut mikrofonu yaxanı. Dostlar, mikrofonu taxıram, səs daha yaxşı gələcək. Saxlayacağım. Dostlar, ümid edirik artıq səs daha yaxşı gəlir. Yəni ətrafdakı səsi biraz bloklayaq. Ne oldu? Dostlar. Ailem bir şey Uhu. Gel. Video arasında ailevi falan da arada şeyler. Onu seni bırakan var. Söyle de bak. Dostlar, dava gedir. Dostlar dava gedir şey için. Atlı karıncağa binmek için. dostlar, ümid edirik videomuza, daha doğrusu kanalımıza abone olup like atmayı unutmayın. Ne olub? Ben de bilmiştim. Ben de attaydım. Səməndər zürafədədir. Attaydım. Ben attaydım. Dostlar, biz vaxtı ikən burada yəni həmin yerdə şey eləmişdik. Ha, yani orada bir dəhşətçimiz var, hərəmiz bir dəmmək. Yani hərəmiz bir yerində oturmuşduq, neyse. Neyse, dostlar indi gəzirik. Bir şey yiyəndə sizə də açacaq, videoya narahat olmayın. Dostlar, soyuq əlləşdirələrdə şəkil çəkdiririk. Dostlar, gəzirik hələ də, yəni
Elə bilərsiniz videonu bəzi yerləri qoymuram amma bacarım qədər hər yer qoyuram. Gedək, devam edək. Dostlar, gizemde de çekmek istiyorum ben size. Tamam. Ama hala seçeceğim. Coca-Cola ağacında sözü də çəkdirik. Hər ilin klassikası o Coca-Cola ağacı. Dostlar, gəlmişik Doritos, Doritos o. necə yeyilir. Verildi. Karıştırmadılar. Karıştırmadılar. Karıştırak sonra geldi. Al. Diş lazım. Bu kaşığı götürüm karıştı sen. Dostlar, sesim var. Yok. Lobiya zaten. Atam da demedi. Aa, bu nasıl? Şimdi karıştırmadılar, verdiler. Karıştırmadılar. Burada qarşıda Nom nom nom. Çok heyecanlıyım. Aa, sen sesini düşmüyor. Ayrıca yukarısında da var. Bu yukarısında. Yukarıda da var. Dostlar. Dostlar. Bu arada tanıdık kardeşimiz Semender. Aa, dəstə, çıxdın hər yerə. Oturak. Sen sesin geldi. Telefonçusunda. Rahatsızlık. Hə, sonra özümüzü çəkirik. Dostlar, Sen de. Dostlar, qardaşım bizdən qabaq tərpəndi. Neterdi? Neterdi? Süperdi diye sen kardeşim öyle behbehlen gel. Sen götür. Sen. Akam hemen de mikrofon var. Elimde mikrofon var. Sen mikrofon tut ben de. Dostlar, indi Səma yoxlayır. Bismillah. Çok geçiyor diye doğru tutsan. Hadi. Hər yerimə çıxdın tezərə. Tutmuyor mu? Vay Allah, Səma götürənəcəm bir yerə keçir. Acıyı nasıl? Ömer'in de davranım evde. Dostlar, doğrudan da tatlıdır. Çok tatlıdır. Mükemmel. Dostlar, %100 tövsiye edirik. Gəlin bunu yoxlayın. Dostlar, şey daha güzeldir. Soğusun. Dostlar, sosu bir başkadır. Tepkimi ver sonra. Ben ne tepki ben hoşuma geldi. Bu kaşığı min götünde. Bence oturak yiyey bunu. Oturun yaya kadın. Böyle oturun. Oturun. Basın dayansın. Ümumi şahmat. Dostlar, biz Doritos yani 3-4 nəfər yeyirik burada. Ama doğrudan yani porsiyası normaldır, bəs eləyir də yəni. Çoxdur. Yemət tatlıdır dostlar, doğrudan. Mükemmel. Ya haqq eləyir. Adam ben Düzdür, biraz bahadır yani 9 manat bir şey değil. Ama yine de qəşəngdir. Yani alıp yoxlama olar. Neyse, biz devam edeceğiz dostlar. Doritos yedik, qurtardıq. Yani doğrudan da tatlı bir şeydi. Tövsiye edirik. Başka bir şey yiyebileceğimizi düşünemiyorum çünkü çok doyumculuydu. Dostlar yani 3 nəfər rahat yedik, bitirdik ama onun doyumcuydu. Yani doydum hatta demək olar. İzmir bombasında çünkü şalı o kadar baskındı ki yani. Ama çok Biraz xəmirin dadı qəribədir. Kamerinin tadı çok soğumur ama geçerli. Dolaşkalı da tatlı yani tövsiye olunur. İki yediğimiz şeyi de beğendik ve tövsiye ederim. İzmir bombasına çapan versin. Ondan. Doritos'a. Onda 9 verim İzmir bombası. Çünkü tökülür adam, tökülebilir diye. Size adam rahat olma, ağzını içine sokma. Ver ben tuturam.
Hə, dostlar, mən İzmir bombasına 8, yəni çox belə qəribə şəkildə verdilər. Yəni bizə veriləndə biraz saxta idi deyəm. Amma Doritos'a doğrudan da 9 gəlir. Çünki biraz Doritos'un dadı çox baskın idi. Amma doğrudan dadlı idi. Sosu falan da dedikləri kimi. Yemək necə yeyilir kanalında dedikləri kimi, yəni yemək belə yeyilir. Hə, yemək belə yeyilir. Neyse dostlar, onda keçək. Dostlar getdilər, atamla Səyid. Hə, atamla Səyid getdilər, neyləməyə? Manda almağa. Dostlar görün manda nətərdə. Onun yanında içki olarak kola və fanta verilir. Mən fanta istəyirəm, gedim deyim hemen. Gedək. Dostlar göndərdim böyle qardaşımı. Gözləyirik. Bilmirəm, qəlbə gəlir. Sesim batıbdı özümü, biraz əsəblərim çoğular, sesim bərbaddır. Yox. Cəzəyə görək. Nə var, nə yox. Dostlar, biz 2 tane yedilərimizdən yemək istəmədik. Ama şey, dedin, heç birine Sen ne dedin? Fanta dedin. Ha. Sen misin? istəyirəm. Ama deyip gezer Fanta koyma. Allah öyle uçmuş. Dostlar, qardaşımı göndərmişəm, deyir ki, biz ötürmüşdülər. Birinci Fanta yox, Fanta eləməyin deyəcəkdim, dedim. Gəldim. Gəl. Böyle boy üstünde durma. Tuta bilərsiniz, mama çək də. Elinle götürüyorsun. Çevirmiş senin kameranı. Yox, çevirər. İngilizcə. Nətədir? Deyən görək mənə də dadı. Mənə də biraz belə elə. Bu kütür kütür daxı. Kaşık çümüşler, kaşık. Yemək istəmirəm. Ama bak bakayım. Ya bilmesem her şey cücü geldi adı verir. Sen için fanta götür. Dostlar. Kamera. Mikrofon. Dostlar tam böyle mini xəncər, cücü xəncər adı verir. Burası balca uşaq. Şokdakı elə fanta kolaydı, fanta. Nəyə görə? Ben 10 üzerinden 10 veririm. Dona çok beğendim. Mən sosunu bəyənmədim. Amma normal bir şeydi. Oyum. Onda 9. Neyse dostlar biz... Nereden mikrofon? Ha, dostlar, neyse biz yutaraq sizə də tepkilərimizi sonda hamısını bir yerdə deyəcəyik. Saxladın? Ha? Dostlar artıq oradan çıxdıq. Yəni gedirik. Oturaq. Gəzməyə. Gəzək biraz. Sonra oturacağıq. Söyləri var. Hə, dostlar. Sesim batıbdı. Mən əsəbləşdim. Sesim batmadı. Dostlar Səmanın səsi batıb neyse. İndi benim videoyu mən devam eləyəcəm. Neyse. Dostlar, şey nədir deyil. Buralarda yazsak, birazcık şişəydi, öz ölkənin başqa turistlərin olması, Japonların, Çinlər var. Düz deyil. Səma yani bayaqdan başka millet. Az Çinlər də var. bazar günü. Yoxa 5-ci gün. Dostlar, neyse. Ha, sözüm bilirsiniz nədədir? Bəs dostlar İzmir bombası yedik 2 dənə, yəni axırda çıxanda da birini də aldım. Onu artıq çəkmədim. Səməndən də orada İzmir bombası çox xoşuna gəldi. Doritos da qəşəng idi. Məncə ən qəşəng şeydi, manduydu. Hə dostlar, doğrudan da mandu qəti. Allah Şeydə var. O məndən böyüdü. Dostlar, bir dənə nə boyda bir dənə it var, əsl belə yekə qara pitbulllardan. Bir dəqiqə onu görsən. Hayda dostlar, getdiyə yoxsa görsədərdim. Qaçıb üstünə də görsətsəm məni yox eləyər o. İki təfərrüz dostlar. Alparslan
Dostlar görürsünüz itler indicə cümşürdür. Dostlar, indi artıq gəlmişik, oturmuşuq bir restoranda. Yəni gəzi elədik. Yəni biz hər dəfə gəlirik buraya. Bakıdakı klassik yerimiz. Ben en çok hoşuma bir şey var. Biri burada adam vermiş. Biri de Neyse dostlar, sözümüz sizədir. Ən bəyəndiyim mandu ilə dolu turşu oldu. Sıralama eləsəm, mandu 1, dolu turşu 2, 3 İzmir babası. Çünki çaya ehtiyac var deyə İzmir babası ya da bizim babası biraz Dostlar, yoğun. deyə bilərsiniz ki, niyə az şey yoxlamışsınız? Yəni, necə deyim, biz indiyə kimi orada şeylərin çoxunu yoxlamışıq keçir. O vaxtda hələ YouTuber deyildi. 2024-də, 25-ə keçəndə. Biz 25-də başlamışıq, 25 sentyabrında başlamışıq YouTube'a. Yəni, o vaxtda heç Dostlar Çocuğu ben aslında dolu toz biraz çok dolu ve bir kaşıklardan burası yok. Yəni, dolu turşu deyirlər, 2 adam yeyirlər, biz 3 ama adam memnun kaldı. yeyirlər. Özü bu da daha içim isterdi. Ha, O da iyiydi. İzmir. Daha bak İzmir bombası da çok yoğunuydu. O da yoğunuydu. Mandı normaliydi, hırt idi. O hoşuma geldi. Dostlar, yəni, keçəz mandu və dolu turşusu yoxlayın. İzmir babası Onda yoxlayın. Neysə, o mesela onda biz də yemək yeyək, sonra yenə gələcək. Günlük vlogumuz hələ də davam edir. Bu da hoşuma isterdi. Dostlar, artıq yeməyimizi yemişik, biraz gəzə-gəzə gəldik. Bakı bulvarında oturmuşuq bir bankda. Yorğunuz. Yəni yorğunluq dedikdə həm yorğunluq həm də ki yeməyi yemişik deyə yatmaq istəyirik. Ayran içmeyecektik. O ayranı içəcəkdik. Hə? Yuxumuzu o gətirdi mən çapama. Dostlar ben son klasada bir yerim. Umarım bir şəkildə yapacaqlar bu şəkil. Dostlar, o qardaşım şəkil çəkməyə. Bəlkə 15 dəqiqədə elədilər. Amma bizim xeyrimizədir. Biz üçümüz də dincəlmək istəyirik. Dostlar geldik. Neyse dostlar, birazdan başka nasıl olsa kamerayı yeni açacağım. Ben gedib birazdan mağazada şey axtaracağım. Stranger Things belə yumurtalar var ya, təzə çıxmalardan. Dostlar mecburen duramayacağım çünkü karnım ağrıyor, su içmek istiyorum. Su içirsən ne olacaq qarnın ağrıyır? Var. Neyse dostlar, nasıl olsa kamera açacağım. Dostlar, indi gəlmişik, yeriyə gəldik karuselllərə, Bakıda təzə açılan. Çok çeşitli dostlar. Ne var ki? Dostlar, indi növbə minəcəyik, amma inanmıram oranın içində çəkə biləm. Maksimum, yəni kənardan çəkilmiş versiyasını qoyacağım da. Onda keçək. Dostlar, artıq yəni karusellərdən də çıxdıq, gəldik City Park Mall-a. Yox, hə, Crescent Mall. City Park Mall. Deyirlər. Yatın geldi. 3. Hə, nəysə, dostlar, yürüyək ki, on bir dəqiqə, get. Nəysə də mola girdik. Adı qərarda Sentridir, Molun adı nədir? Molun adı nədir ayara? Hə, Crescent Mall-dayıq dostlar. Nəsə tapsam videoya açacağım. Dostlar, hələ də gəzirik. Gəzdiyimiz yerdə
birinci Tesla gördüm adi. Sonra Tesla Cybertruck. Gerçək kamyon kimi olanlardan biraz bir də şəkil qoyaram. Hər nədir. Sonra başında ümumiyyətlə qəşəng maşınlar var belə. Gəzdikcə fikir verirəm. İlk olaraq bir də qəşəng mavi Porsche görmüşdüm. Nəysə sahibinə qismət deyək keçək. İndi prosta Crazy Mall'dan da çıxdı. Sadəcə gəzirik də. Sizə maraqlı bir şey yoxdur da. Karşılarımızdan sonra belə gəzirik. Dostlar, artıq qatardan da düşmüşük. Gəlmişik mağazaya. Saman dediğim mağazada doğrudan da tapdıq. Stranger Things Kinder Joy'ları 2-dən aldıq. Gedib evdə Samanla açacağıq. İndi isə gedək. Dostlar, videoyu açacağım evdə. Dostlar, Shorts videosunu izləyənlər artıq biləcəklər. Mənə Steve və Robinin, yəni Stranger Things'e baxanlar bilər. Steve və Robinin belənçə bağlanmış bir figürü çıxdı. Mənə. Samaya isə Vecna çıxdı. Yəni Vecna'nın belə bir versiyası. Telefon tutacaqdı bu belənçini. Amma yəni mən telefon tutacaq kimi işləməyəcəm. Mənim figur kimi sərgiləyəcəm bunu. Sama baxmır deyə, yəni sadəcə açmaq üçün. Yəni açmaq üçün yox, onu da şey eləmək üçün. Nəsə dostlar, Samaya Vecna çıxdı. Shorts videomuzu izləyənlər biləcəklər artıq. Mən isə Steve və Robin. Yəni artıq necə deyim, vlogun sonlarına doğru yaxınlaşırıq. Ona görə, yəni nəsə maraqlı bir şey olsa sizə deyəcəm. Dostlar, artıq bugünlük vlogu bitirirəm. Yəni dostlar, tamamilə yorğunçuluqdur. Yəni Səma artıq yatıbdı, ona görə yanında yoxdur. İndi də mən də yəni 10-10 dəqiqə qaldı. Həm mən də hazırlaşam gedəm yatım çünki doğrudan yorğunçuluq dostlar. Onda başqa videolarda, başqa vloglarda görüşərik. Sağ olun. Kanalımıza abunə olub like atmayı unutmayın.